Salam, axşamınız xeyir olsun. Qarabağ Dinamo Kiyev oyundan sonra mətbuat konferansımız davam edir. Öncə Qurban mənim fikirlərini bildirsin, daha sonra suallara keçərik. Salamlayıram hər birinizi. İlk öncə futbolçularımı təbrik edirəm. Çox gərgin, stresli bir oyun idi. Oyunun gedişatından hiss olunurdu, amma bəzi dəqiqələri çıxmaq şərti ilə tam oyunun içində oldular. Qarşımıza çox məğlub olmağı istəməyən bir rəqib var idi. Buna baxmayaraq həm topla, həm topsuz çox düzgün şeylər elədik, hansı ki çox düzgün davrandılar həm topla, həm topsuz və çox vacib qalibiyyət əldə elədilər. Azarkeşlərimə təşəkkür edirəm. Doğrudan sanki keçən dəfə də bildirmişdim fikirlərimdə, sanki o keçən ki ab-hava, hansı ki Çempionlar Liqasının qrup oyunlarındakı o azarkeşlik, o möhtəşəm birlik bugün də var idi stadionda və bizə inandılar, güvəndilər və hər birindən çox sağ ol deyirəm, təşəkkür edirəm. Və əlbəttə ki, rəqibə də onları arzulayıram. Bizim üçün çox xoş oldu ki, belə bir rəqibə qarşı oynamaq və qalib gəlmək. Dediyim kimi, Dinamo Kiyev azarkeşlik eləyənlər çoxdur Bakıda. Biz əvvəllər uşaq vaxtı elə biz özümüz də Dinamo Kiyevə çox azarkeşlik eləmişik. Belə ümumi həm maraqlı, belə deyək, görüş oldu, həm də çox vacib qalibiyyət oldu. Bu qədər. Buyurun suallar. Buyur Kənan. Qurban mən sizi təbrik edirəm. Buradakı baş məktəbdən soruşdum ki, yəni Qarabağ əvvəlki oyunu, birinci oyundan bugünkü oyun fərqində, yəni nə dəyişdi ki, qələbə qazandı ki, sadəcə əldən düşən imkanlarda fərqləndə, əldən düşən imkanlarda maksimum istifadə edilər, orada da qələbə qazandılar. Siz necə düşünürsünüz? Birinci oyunla ikinci arasında hansı fərqlər var ki, qələbə gedir? Yox, çox fərq var idi. Bugün həm daha aktiv idik, həm presinqlərimiz daha düzgün, daha yaxşı alınırdı, həm topla daha düzgün, doğru və daha tez davranırdıq. Ümumiyyətcə, yaxşı hücumlar qururduq, ümumiyyətcə topu rəqibi topsuz qoymağa çalışırdıq. Sadəcə 2-0-dan sonra biz ikinci isə biraz ola bilər bəzi dəyişikliklər oldu. İstər-istəməz hava belə isti hava şəraitində 90 dəqiqə tempi saxlamaq heç də asan deyil. Mən belə yəni hazırlaşdığımda çox şey var idi. Hansı ki, onları biz meydanda gördük. Mən belə razı qaldım. Yəni dəyişiklik mənim tərəfimdən var idi. Tərəfdən var idi. Buyurun. Mateus Topalski'nin bu maça dəvət başlaması, onun komandadan ayrılması da olacaq. Yoxsa onun cüzgün oyunu qane etmir? Yox, oyunu qane eləyir və ayrılmağı ilə barədə heç bir nə fikir var, nə danışıq var. Yəni, sadəcə biraz yazılar var idi, amma elə bir şey yoxdur. Bəzən futbolçulara elə oyunlar, elə anlar olur ki, bəzən istirahət daha faydalı olur. Və Martin də belə özünü yaxşı tərəfdən göstərirdi. Biz ona bugün şans verdik. Yəni, belə həm oyundan razı Kuchalski'nin, həm ümumi getmə barəsində heç bir fikir yoxdur. Sadəcə belə bir qərar verdik ki, o da oynasın, o da təcrübəli qapıcı idi. Bəlkə risk kimi düşünə bilərdik, amma mən düşünmürdüm riskdir deyə. Sadəcə ona biz güvənib, inanıb gətirmişik komandaya. Belə inşallah qarşıdakı oyunlarda ola bilər, yəni hansısa təsirləri olsun. Buyurun bizə. Məndən asılı bir şey eləmdə, komentarlar var. Bu artıq yeni bir Qarabağla 6-cı rəsmi oyundur. Demək olarmı ki, daha çox ən razı qaldığımız oyun məhz bugünkü oyundur. Daha çox alınan şeylər bugünkü oyundaydı. Qalibiyyət olanda həmişə daha çox razı qalırsan öz yerində. Amma mən birinci iki oyunda da yəni, yaxşı oyun quruculuğumuz var idi. Həm Bakıdakı oyunda, həm Səfərdəki oyunda. Və amma daha xarakter, daha necə deyim, döyüşkən
Yəni biz Sofiyadakı oyunda 120 dəqiqə, yəni orada daha bəlkə də bərk idik. Daha möhkəm idik orada və 120 dəqiqə meydanda dözdülər. Baxmayaraq hansı bəzi problemlərimiz var idi. Belə hər oyunun öz, belə deyək də, dəyəri var, hər oyunun öz necə deyim, keyfiyyəti var. Ona görə qalibiyyət bəzən çox şey üstələyir, belə deyək. Buyurun. Yəni bugün də desəm ki, mən tam razıyam oyundan, yox əlbəttə ki, əlbəttə daha yaxşı oynamaq istəyirik, daha yaxşı nəticə əldə etmək istəyirik, amma ümumən belə get-gedə yaşlığa doğru çox şey olacaq. Buyurun. Üçüncü qarşılaşma testləri formalaşma mərhələsində olan Yeni Qarabağ sizcə Twente qarşında bu amaç sərcədir? Düzü baxmamışam hələ Twente'nin oyununa. Sadəcə qollara baxmışam. Hansı ki 6-0 olmuş deyilmi? 6-0. Bəli, yəni həmin oyuna baxmışam. Yaxşı qollar vurdular, yaxşı atakları vardı, sırf Hollandiya atakaları, qolları. Amma bizim üçün yenə xoş olacaq bu komandaya qarşı oynamağa. Çünki biz ilk qrup mərhələsinə elə bu rəqib üzərində qalib gələrək düşmüşük. İkinci dəfə biz 3-cü raundda uduzmuşduq deyəsən, üçüncü raundda uduzmuşduq. Amma Hollandiya çempionatının komandasıdır. Yəni, topa çox yaxşı nəzarət etməyi sevən, bacaran bir kollektivdir. Ola bilər biraz daha çox düşünməli olacaq bu oyunda. Hansı ki, ola bilər daha çox necə deyim, hərəkətli olmaq lazım olacaq, həm toplu, həm topsuz. İnşallah vaxtımız olacaq, hazırlaşacaq, rəqibi yaxından tanıyandan sonra daha yaxşı fikirlərimi bildirə biləcəm. Buyurun Murad. Oyunda iki məqam oldu. Sonra meydana yeni qaydalarından biraz getməkdir, bir də bir əvəzindən daha hakim verildiyi qərar verildi. Sizin bu getmədən yeni qərara münasibətiniz necədir? Çünki Qarabağ bir dəqiqədən artıq vaxt, yəni hər birisi toplasa, meydanda 10 nəfərlə qaldı, biraz əziyyət çəkdi. Birinci epizodda yəni, o qaydadır, o saat əgər sarı kart yoxdursa, oyun çıxırsa, yəni bir dəqiqə gözləməlisən zaten. Elvində ağrılar oldu, ona görə bir dəqiqə gözlədi. Amma ikinci epizodda deyəsən, çox cüzi deyəsən, saniyələr oldu. Yəni, bəzən belə hallarda sən gərək hakimlər də başa düşməlidirlər. Belə gərgin oyun, belə isti hava, istərsiniz oyunçu desək ki, dayanır, desək ki, nəyisə gözləyir, yox. Sadəcə gəzə-gəzə gəldi. Heç inanmıram, bu qədər də fərq oldu. Düzünsə, mən elə baxdım, zübürüb də gördüm, buradadır. Tez gəldi. O belə normal halda bu get-gedə yəqin daha təkmilləşdirəcəyik bunu. Yəni belə hallar çox olacaq hələ Avropada. Hansısa bir out atışında, hansısa bir qapçı başlayanda. Çünki dəqiqə hələ hamı tam formalaşmıyor bu qaydalara. Düzüstəm, yəni oyunu belə keçirləşməyənlər almışsınız. Yox, əlbəttə ki. Buyurun. Ona qalsa üstündə davam edilmək istəyirdim elə. Mənə görə hardasa riskli qərar oldu. Sonumuz qısımda oyun praktikası olmadığını və o kritik oyunda sınaqda bırakılması. Necə qiymətləndirsiniz onun oyunu? Bir də Elvinin maraqlaşdırması vardı burada. Bir neçə ay asfaltda şeydən ki, tam o deyilən çalışadan daha yaxşı Elvin olur. Necə düşünürsünüz? Elvin artıq belə deyək, o şıltaqlıq dövrünü tam olaraq yerdə qoydu. Necə deyim, birinci risk etməyən qəhrəman olmazdı. Belə hansı ki, bəzi risklər lazımdır əlbəttə ki. Və digər tərəfdə mən əvvəl fikrimdə bildirdim ki, bu risk deyil idi, sadəcə çox təcrübəli qapçıdır. Yəni, belə keçən il səhv etmirəmsə, 8-də 1 kimi deyəsən, Riyeka ilə Avroliqanın oyunlarında hamısında iştirak edib. Yəni, təcrübə baxımından məncə heç problem yoxdur. Ən azından dünya çempionatında oynamasa da, yəni orada o futbolu görmək, orada olmaq, yəni bu çox halları, çox elementləri belə də üstələyir. Yəni, təcrübəsində mənim heç bir necə deyim, narahatçılığım yox idi. Yəni, əgər elə bir narahatçılığım olsaydı, böyük ehtimal qoymayacaqdı. Elvinə gələndə, görə düzəlt, bəlkə daha çox asfaltda məşq eləmək lazımdır ki, lap düzəlsin. Elvin də eləyir, danışır. Amma asfaltda
məşq eləməyib. Məncə normal hansı ki Yəni dinləmək bizim əvəzə bəlkə indi bu meydançalardan sonra belə fikirləşir. Bəlkə individual gedib məşq eləyibsə asfaltda bilmirəm, amma belə ümumən əgər faydası olacaqsa tez-tez göndərərək asfalta. Mən təbrik edirəm. Uğurlar playoffda. Bu il artıq 2 komanda olacaq orada. Çempionlar Liqasında da sabah. Siz bir mütəxəssis kimi izlədinizmi? Onların şanslarını necə dəyərləndirirsiniz? Ümumi olaraq bu 2 komandanın rəqabəti müsbət mənada Azərbaycan futboluna nə verəcək? Həm milli çempionatda, həm hazırki baxımdan sabah prezidentinin asılmasına qeydlər ki, bizim bu uğuru şərtləndirən Qarabağın uğuru olsun. Yəni qarşımızda Qarabağ var idi deyə biz daha tez inkişaf edirik. Sizin də fikirləriniz İlk öncə əlbəttə yenə sabah uğurlar arzulayıram və inanın ki, yəni bu cür komandalar olmasa, belə nəticələr olmasa, bizim futbolu, ölkə futbolu inkişaf eləməz. Və bugün ilk dəfə Çempionlar Liqasının playoff mərhələsinə çıxmaq, yəni ilk ilində playoff mərhələsinə çıxmaq əlbəttə böyük bir uğurdur və digər tərəfdən həm oyun, həm nəticə. Yəni bu çox cəlbedicidir və digər tərəfdən mən dəfələrlə fikirlərini bildirmişəm ki, sabah çox planlı bir şəkildə öz işlərini qurublar. Yəni gələcəyi düşünərək, hansı ki, ildən ilə daha yaxşı olmaq, ildən ilə daha keyfiyyətli olmaq, bu ancaq həm bizə motivasiya verir, həm digər komandalarımıza motivasiya verir və həm də ki, yəni digər komandalara, ümumiyyətlə Azərbaycan futboluna böyük inam verir. Yəni digər klublara böyük inam verir. Əgər biz şansımızdan istifadə elədiksə, illər boyu həm Çempionlar Liqası qrupunda, həm Avroliqada, həm Komandir Liqi qrupunda oynadıqsa və bugün sabah o nəticəni təkrarlayırsa və bundan əvvəl Neftçi, Qəbələ, hansı ki bunlar illər boyu belə davam eləsəydi, bir 3 il, 4 il belə, digər klublar daha inamlı olacaqlar və daha da belə deyək də, ola bilər o sponsorlar daha tez cəlb olunacaq futbola. Bugün bu nəticələr varsa, belə bir həm Azərbaycanda futbola belə maraq varsa, elə sabahın cavab oyununda stadion doluydu, çox xoş mənzərə idi və bunu görən istər-istəməz bizim digər komandalarımız, klublarımız buna həvəslənirlər və ancaq buna fayda və ancaq biz təşəkkür edə bilərik sabah komandasına, sabah rəhbərliyinə, hansı ki, belə bir iş qurublar və belə biz məğlub da ola bilərik, qalib də gələ bilərik, amma əsas futbolumuz, belə deyək, canlansın, əsas bizim azarkeşlərimiz, necə deyək, stadionlara çox gəlsinlər və azarkeşsiz futbol, yəni futbola bənzəmir. Bu aksiomadır. Hər bir halda dediyim kimi, bu il hər ikimiz də, yəni zaten sabah minimum Avroliqada oynayacaq, qrupda oynayacaq, amma inşallah yəni, inanla, güvənlə gedirlər və inşallah Çempionlar Liqasının qrupunda oynayar. Və biz də düşsək, azarkeşlər üçün daha maraqlı olacaq. 2 komanda oynamaq qrupda həm 2 gündən bir gündən bir belə Avropa oyununu izləmək hamı üçün, sizlər üçün də hamımız üçün böyük bir təcrübə olacaq və elə sabah rəhbərinə də təşəkkür edirəm ki, belə bir fikirlər söyləyiblər və uğurlar hər ikimizə. Buyurun. Uğurlar olsun dedim trenin yanında. Stadiondan söz düşmüşkən, hər iki komanda playoff oyunu səfərdə oynamalıdır, eyni vaxt oynayırlar. Bilirəm ki, sizin üçün bu stadionun otoriti məsələsi ən həssas məsələlərdən biridir. Bugün də gördük ki, o qədər yaxşı durumdadır. İndi havanı nəzərə alır. Yəni, ikinci gün sabah oynasa, 4-cü gün Qarabağ. Yəni, oyunun bir gün əvvəl də rəqib məşq edəcək. Başqa bir stadion axtarmağı düşünürsünüzmü? Və sabah artıq məlum məsələdir oynayacaq. Bu proses sizi narahat edir mi? Yəni, sabah oynayacaq, sabahsı gün rəqib komanda trener burada məşqə çıxmalıdır, 4-cü gündə oyun. Yəni, hər gün bu stadion otoriti zədələnə bilər. Bu məqam sizi narahat edir mi? Nəzərə alsa ki, yəni Qarabağın özü. Narahat, yəni bugün də narahat eləyir. Dediyim kimi, meydançanın durumu hələ şükür olsun Allah bugün biraz belə saxlayıblar. Yəni, əvvəlki illərdə, keçən ondan əvvəlki illər olsun, bu vaxtı daha belə də pis durumda olurdu meydança. Amma bugün dözür, inşallah daha da işlərini düzəndirərlər. Hansı ki,
bizim stadiona baxan işçilərimiz, çünki gecə-gündüz zaten buradadılar. Və məncə dil tapacağıq hamıyla. Meydançada dil tapacağıq, komandalarla da, rəqiblərlə də inşallah dil tapacağıq. Məncə təki belə problemlərimiz olsun. Buyur Faham. Qurban müəllim, mən təbrik edirəm sizi. Mən belə bir sual var ki, bugünkü oyundan sonra Qarabağ Konferans Liqasında şanslarını necə dəyərləndirirsiniz? Və sualın davamı olaraq hansı mövqelərdə boşluqlar var ki, yəni çatışmazlıqlar? Onları doldursanız, tamamlasanız, Konferans Liqasında daha irəli getmək olar. Yəni şansımız var. Yəni 2 oyundur, biri səfərdə, biri Bakıda. Biz çalışırıq şansımızda maksimum istifadə etməyə, əlbəttə ki. Çünki dediyim kimi bizim çatışmazlıqlarımız var. Həm hücum xəttində, həm orta sahədə istəyərdim, həm müdafiədə istəyərdim. Hər mövqedə ən azından bir oyuncu komandamız əlavə olsun. Çünki həm bugün gördüyünüz kimi, həm səfərdə gördüyünüz kimi bəzən o istədiyim dəyişiklikləri eləyə bilmirdim, hansı qapasları eləyə bilmirdim. Çünki oyun çatışmazlığımız var. Elə bir Savonun üzrə alınması istər-istəməz belə bir qabaritlərlə, belə bir sürətli oyunçunun hücum xəttində zədələnməsi, olmaması istər-istəməz bəzi dəyişikliklər etməyə gətirib çıxarır. Şansımız var, bundan yenə də maksimum istifadə etməyə çalışacağıq və oyuncular dediyim kimi hər mövqeyə düzgün desəm istəyirəm oyuncu. Həm müdafiə xəttinə, həm orta xətt, həm də hücum xəttinə maksimum istəyirik ki, ən azından bir oyuncu götürək. Çox sağ olun, təşəkkür edirik. Görüşərik. Çox sağ olun.